1918-ci il, 17 noyabr, İngiliz donanması Bakıya yaxınlaşırdı. ...9 noyabr tarixində qəbul olunan milli bayraq ilk dəfə məhz həmin gün dalğalandırıldı. Ancaq General Thompson'un gəlişi heç də xoşməramlı deyildi. Bu bayraq nədir? Yeni dövlətlərinin bayrağıdır. Çatan kimi bu bayraqları yığışdırın və onlara deyin ki, bundan sonra bizim icazəmiz olmadan heç bir bayraq qaldırıla bilməz. Şəhərin hər tərəfində bayraqlar toplandı və icazəsiz istifadəsi qadağan edildi. 7 dekabrda ilk parlament iclası keçirildi. Bu iclasda İngilislər də iştirak edirdi ki, nəzarət altında olduğumuzu xatırlatsınlar. Ama Səadət və hürriyyət istiqlaldır. İşte bunun için efendiler, Şurayı Milli müstəqil Azərbaycanı təmsil edən o 3 boyalı bayrağı qaldırmışdır. Türk hürriyyəti, İslam mədəniyyəti və Avropa müasirliyini təmsil edən bu 3 boyalı bayraq daima başlarımızın üstündə dalğalanacaqdır. Bir kere yükselen bayraq bir daha enməyəcəkdir. Məhəmməd Əmin milli iptihatəsində bu bayraq endirilməz dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salanmarkən təəssürat tılqaladan mən başımın tükləri biz durdu. Thompson Bakını tərk edərkən ona xüsusi bir hədiyyəmiz var idi.